Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Ratve kanalında. Əziz izləyicilər, bugün isə belə deyərdim, növbəti salatımız yenə də ananas salatıdır, ancaq başqa cürə. Deməli əziz izləyicilər, burada nələrdir? Toyuğun döşətidir, bax belə didilmiş formada. Holland pendiridir, belə sürkəşdən keçirib yumurta, ananas, bir də sarımsaq lazım olacaqdır. Təbii ki də duz istiyor zövqə görə, yəni istiyor yox, daha doğrusu birazcık duz tökmək olur, o da zövqə görə. Bir də mayonez. Deməli əziz izləyicilər, götürürük bax beləcə sarımsağımızı sürkəşdən beləcə keçirdirik, xırda-xırda olsun deyə 1-2 tiş. Yəni deyəcəksiniz ki, burada ananas var, şirinlə acı, necə olacaq? İnandırım sizi, çox gözəl tam verir. Hətta mənim kanalımda var, belə deyim, sarımsaq, Holland pendiri, bir də mayonez. Yəni ananas, Holland pendiri, sarımsaq, bir də mayonez. Üç olur, çox da gözəl tam verir. Bu da sadəcə başqa bir belə deyərdim salatdır. Bax beləcə etdik. İndi üzərinə mayonezimizi əlavə edirik. Edək, kifayət edər və yaxşıca bunu qarışdırırıq. Deməli yumurta, ananas, toyuğun döşəti, sarımsaq, bir də Holland pendiri. İnandırım sizi, çox gözəl bir salat alınır. Qarışdırırıq, yaxşı. Beləcə qarışdırdıqdan sonra indi rəflərə qoyub fason verəcək. Deməli əziz izləyicilər, belə bir qab qoyduqdan sonra salatımızı tökülüyor onun içinə və beləcə hər tərəfinə yedirik. Belə etdikdən sonra və salatımız gözəl alınır. Deməli əziz izləyicilər, gördüyünüz kimi bir dənə yumru, bir dənə də belə dördbucaq salat, ananas salatı hazırladıq. Belə bu qədər çox gözəl dadlı bir salat olur. Hazırlayın, nuş edin. Sağ olun əziz izləyicilər, salamat qalın və kanalımıza abunə olmağı, videolarımıza like qoymağı unutmayın.